Bu video isə tarixi çətin yadda saxlayan, çox çətinliklə öyrənən abituriyentlər üçündür. Niyə o birilər üçün deyil? Çünki onlar zaten tarixi yaxşı oxuyub, professional şəkildə öyrənən uşaqlardır. Onlar öz bildikləri üsulla oxuyub öyrənirlər. Heç onların bu videoya dinləməyə ehtiyacı yox. Amma ən çox da çətin qavrayan uşaqlara məsləhətim odur ki, deyirlər ki, məsəl üçün Şirvanşahlar dövlətinin hökmdarları çoxdur, onları necə yadda saxlayaq? Belə bir üsul təklif edirəm ki, hər hökmdara aid ən azından ən mühüm hadisəni yada saxlamağa çalış. Məsələn, 861-ci ildə Şirvanşahlar dövlətini yaratdı ki, Heysam ibn Xalid. Bu Xalidə aid bir cümləni yada saxla, dövləti yaradıb. Əbu Tahir neyniyir? 918-də Şirvandan paytaxtı Şamaxıya köçürdü. Salam. Sonra 3-cü Məlikçöhür. O hamının yadında qalır. Çünki o Gürcü qızı Tamarla evlənib, Səlcuqlara xəyanət edib. Yəni bunu yada saxlamaq üçün bolluca hadisələr var. 4-cü Davidon qaynatasıydı və s. və ilaxır. 1-ci Axsitan. 1-ci Axsitanı kim yaddan çıxardar ki? O hamı ilə dost olur. Eldəzlərlə dost, Xarəzmşahlarla dost, Səlcuqlarla dost, Gürcülərlə dost. 1175-də Slavyanlar gəlmişdi onun dövründə.